Sabirabad rayonunda yerləşən heyvan satışı bazarı fəaliyyətini bərpa edib. Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi tərəfindən həyata keçirilən qiymətləndirmənin nəticələrinə əsasən bazar baytarlıq, sanitariya və biotəhlükəsizlik tələblərinə uyğun infrastrukturla təmin olunub. Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi tərəfindən heyvan bazarlarında həyata keçirilən qiymətləndirmə nəticələrinə əsasən Sabirabad rayonunda yerləşən heyvan satışı bazarı yenidən qurulub. Belə ki, bazarda asfalt beton örtüyü salınıb. Heyvanların rahat və təhlükəsiz hərəkəti üçün rampalar və çardaqlar quraşdırılıb və baytar həkimin nəzarəti üçün məntəqə tikilib. Eyni zamanda baytarlıq nəzarəti zamanı xəstəlik əlamətləri aşkar edilən heyvanların digər heyvanlardan təcrid olunaraq saxlanması məqsədilə xüsusi izolyatorlar tikilib. Bazarın giriş və çıxış qapısında bez baryerlər, həmçinin yem anbarı, iri və xırda buynuzlu heyvanların satış sahələri yenidən qurulub. Bununla yanaşı heyvan rifahı üçün su və yem təminatı yaxşılaşdırılıb. Qeyd edim ki, yenidən qurulan bu müasir heyvan satışı bazarlarında identifikasiya sisteminin tətbiq edilməsi ilə heyvanların təsərrüfatlardan təsərrüfata, eləcə də təsərrüfatdan kəsimxanaya izlənməsi üçün müvafiq şərait də yaradılıb. Əvvəlki vəziyyət əlbəttə ki, çox acınacaqlı vəziyyət idi. Biz bununla barışırıq. Yəni, bugünkü görülən işlərimiz tam fərqli bir bazar tikilib. Bütün normativlərə uyğun Qida Təhlükəsizliyi Agentliyinin hansı qabağımıza qoyduğu qərarlarına əsasən bütün hamısını yerinə yetirmişik. Hal-hazırda bizim bazarda 600 iri buynuzlu heyvanlar üçün yer hazırlanıb, 1000 başa yaxın xırda buynuzlu heyvanlar üçün yerlər düzəlib. 26 ildir bu heyvanla alverlə məşğulam. Mən gəldim, şəxsən gördüm, bu bazar tanımadım. Şəxsən tanımadım, çünki baxdım, sevindim. Elə bilirəm ki, bura gəzməyə gəlmişəm, bir şəhərə gəlmişəm. Bugünkü bazarlar əvvəlkilərdən qat-qat gözəldir. Hər bir şərait yaradılıb burada. Xatırladaq ki, bundan əvvəl Bərdə, Göygöl, Salyan, Göyçay, Şamaxı, İmişli, Ağcabədi, Beyləqan, Biləsuvar, Kürdəmir, Abşeron, Masallı, Ağsu, Xaçmaz rayonlarında və Bakının Binə qəsəbəsində yerləşən heyvan bazarları fəaliyyətə başlayıb.